Selam. Bugün size çok meraklı bir kitap okumak istedim. Reyhan adlanır. Yazan Dina Alzibde, ressam Hayam Saffat'tı. Kitap Arap dilinde gelen olmak. 2023 yılda gelen neşriyatı tarafından tercüme edilerek neşredilip tercümeci hakkında malumat yoktu. Bir qəribə məxluqdur bu nəhəng uzundraz. Qırmızı saçları var, bircə dəfə daramaz. Alma kimi qızarıb alışır yanaqları. Lap yarpağa bənzəyir uzun sol qulaqları. Böyük ayaqları var, gəzəndə yer titrəyir. Çuval boyda qarnında sanki ayı gizləyir. Bu qəribə varlığı görsən qalarsan heyran. Onunla tanış olaq. Adı Reyhan'dır, Reyhan. Günlərin bir günündə, yamyaşıl bir çəməndə o uzanıb dincəlir, əsnəyirdi ara bir. Birdən gözü yumuldu, dərin yuxuya daldı. Gördü onu bir uşaq. Baxıb dedi bu sayaq. Çox maraqlıdır boyun. Yanına alma qoyum, belki hoşuna gələr. Yoldaşım ola bilər. Otlar üstə yatanı sonra gördü çörəkçi. Yanına çörək qoyub dedi belə gərəkdir. Oyananda ac olar. Çörəkdən yeyib doyar. Mışıl mışıl yatanda gördü onu müəllim. Yanına kitap qoyub belə düşündü, bəli. Hərfləri öyrənər, oxuyar və əylənər. Məşhur bir rəssamın da yolu düşdü oradan. Söylədi öz-özünə, nə qəribə məxluqdur, qaçıb gəlib haradan? Əfsanə muzeyindən, ya hansısa tablodan. Çox düşündü və dedi, bir kağız verin, bəlkə renkli şəkillər çəkəm. Sonra bir qoca görüb onu seyr etdi xeyli. Dedi ki, bu varlığın nə olduğu bilinmir. Oyansa bilmirik ki, o nələr edəcəkdir. Bəlkə də insanlara xətər yetirəcəkdir. Sonra bir kuş uçaraq başının üstə qondu. Quş bəkdən cikkildədi, o yuxudan oyandı. Alma, kitab, renk, çörək ətrafında var idi. Almadan yeyə kitabı vərəqlədi. Oxuyub qurtaranda kağızı da renklədi. Qarnı möhkəm acanda çörəyini də yedi. İstədi dursun. Amma yerdən dura bilmədi. Baxıb gördü ki, aman, ayağı kəndirdədir. Səslədi cəmaatı. Kim mənə kömək edər? Ondan hamı qorxurdu. Birdən zərər yetirər. Yalnız onu dost bilən bir uşaq yaxın gəldi. Nəvazişlə soruşdu. De görüm kimsən? Dedi. Mən Reyhanam. Həm də ki, qəlbim sizə yad deyil. Belə gözəl cavabdan uşaq təəccübləndi. Qəribə görünürsən, de, niyə bəs verəsən? Açıqdır ayağından bağladığım kəndiri. Qorxun, odur, kəsibdir ipi oğrunun biri. Ehtiyatlı olun siz, ona yaxınlaşmayın. Bu yaramaz məxluqa aldanıb inanmayın. Səs küyü eşidən çörəkçi gəldi. Yeyilmiş çörəyi görüb dilləndi. Camaat, bu məxluq qəribə deyil. Bizim yediyimiz çörəkdən yeyir. Müəllim də gəldi. Kitaba baxıb söylədi. Bu məxluq kitab oxuyub. Bizim dilimizi başa düşürsə, deməli bizdəndir. Qəribə deyil. Orada həmin məşhur rəssam da vardı. Rəsmi görüb dedi. Çox ecazkardır.
Qoca sustu, düşündü. Soruşdu adamlardan. Bu məxluq qəribədir. Gəlib başqa diyardan. Yəqin ona görədir bizlərə heç bənzəmir. Dağınıq qırmızı saç, Reyhan adlı oğlanam. Xoşlayıram üzümü, bir də ki şirin banan. Qarnım böyük olsa da, qəlbim daha böyükdür. Bax bu şəhərinizdən, kainatdan böyükdür. Nə olsun ki fərqliyəm? Görünüşcə bir qədər, görərsiniz sadəyəm. Tanısanız sizə gəl. Kainatdan da böyük xəyallarım var mənim. Görünüş şərt deyil ki, şərtədir olsun için. Mənim qəlbim fərqliyəmsə qorxmayın. Mənim qəlbimdə çünki vardır gözəl duyğular, xeyirxahlıq və sevgi. Gəl, gəl ipi aç, dedi Reyhan gülümsəyərək. Oğlanın ayağından kəndirini kəsərək, Reyhan da bizdən imiş, dedi qoca nəhayət. Reyhan dedi hər kəsə, yoldaşam, dostam sizə. Yaşayın məsud, rahat. Reyhan oldu şən, azad. Necədir? Xoşunuza gəldi? Hələlik.